Salam uşaqlar, xoş gördük sizi. Artıq sizinlə bugün 3-cü dərsimizdir. Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği layihəsi çərçivəsində təşkil etdiyimiz bu dərs həqiqətən çox maraqlı keçir. Bunun üçün qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə çox təşəkkür edirəm. Milliliyimizə, sazımıza verdikləri qiymətə görə artıq 2-ci layihəmizdir bu mövzuda. Və mən inanıram ki, bundan sonraki dərslərimiz daha maraqlı olacaq. Dərsə keçmək üçün sözü ustadaşlarımız Cavanşir Quliyeva verir. Buyur Cavanşir müəllim. Çox sağ olun, Pərvanə xanım. Həmişəki kimi bu uşaqlarla işləmək həm çətindir, həm də gözəldir. Çünki çətinlik olmayan yerdə gözəllik də olur. Onun üçün inşallah təhqirək növbəti dərsimizə tapşırığı yerinə yetiriblər, bir-birinin hansından yoxlayarlar inşallah. İki dərs keçsində, ancaq ki, çox gözəl bağladılar. Özünü gördünüz ki, həqiqətən. Əsasən də musiqimizə, dəyərlərimizə dəyər verin gənclərimiz üçün. Sevindirici hal ilə əsasdır. İnşallah belə uşaqlardan hansılar daha ürəklidir, hansı daha bir dərsini daha yaxşı hazırlayıb gəlirlər. Kimdən başlayaq? Kim hazırdır? Peki, balacılıqdan başlayaq. Sən də qammanı işlədik. Qammada bir-iki nəfərə göstərəcəm. Yəqin ki, orada elə bir çətin bir şey yoxdur. Yəni, asan formada. Bu texniki vərdişdir. Nə qədər daha çox barmaqlarını bilətdirməksə, o qədər də keyfiyyətli işlər eləmiş olur. Bəlkə kim yaxşı qavranırsa onlardan başlayaq. Kimlərdə narahatçılıq olur keçən dərsən mənə yaxınlaşın, indi davam edirsin. Keçən dərsdəki tapşırıqdan nəsə çətinliyin olur, bir göstər görüm. İndi geri qayda verir. Si, ya, sol, fa, çok güzel, çok güzel. Doğrudan da ben inanmadım. Şimdi yani bu yaşta bu işi görmek falan her zaman bacarak değil. Sağın özünden geçerler ama yaşayıp alınırsın. Doğrudan sen çok hoşuna gelsin. Bir de bileği alsa eğlesin çok güzel. Dile. Yok, si. Burada gayrısı yok. Si, ya, sol, fa, bir de ilerisi. Anlamda. Si, do. Yok, doya dokunmuş. Artık ikinci aktarın dosunu vurmuş. Dodan sonra si'ye dokunmuş. Si, ya, sol, fa, beşin. Bak bu işinin bitti. Yani həqiqi mənada beşmişdir. Yəni, heç bir bəzəksiz, mübarəhəsiz sənə beş düşür. Kim qammalarda çətinliyi var? Səndə alınır. Səndə alınır. Göstər görəm. Parmağların duruşuna bak. 1, 2, 3. 1, 2, 3. Əvvəlcə aksında doda başlayır. Do, re, mi, fa, sol, ya, si, do. Yok, do
doya toxunmursan. 2 saat sonra, ondan sonra elə ardıcı dərhal sinə gəlirsən. Yox, sidə elə həmin ki, hansı barmağı toxundurmursan, ondan da geri qayıdırsan. Yox, orada hansı üçüncü barmaq? Hansı olma, biləyi barmağı düzgün işlətmir. Səliqəli işlət. Bir də trimola ilə deli görün, bax. Yaxşı. Bəzi üsullar olsa da demək olar ki, aydındır hər şey. Hər də səndən necəli. Qarın köydəydin yoxsa düşdüyün? Birinci barmaq, birinci. İndi si, ikinci barmaq, ikinci barmaq, do. İkinci barmaq, ikinci barmaq, hara getirsən, buraya. İkinci barmaq, üçüncü barmaq, fa, sol, ya, birinci barmaq. Si, ikinci barmaq. Vermeden sağlık. Bir perde bıraksın, bir kız var. Si, ikinci barmaq. Yəni bunu evdə çoxlu məşq eləşir, nəticə yaxşı alır. Biz bu barmağı texniki vərdiş, daha çox məşq edirik. Bunun üstündə çox dayanırıq, kesirik, kesirik, başlıq eləyək, bir-bir yoxlayaq.
değişir. Mahnının, havanın karakterine uygun değişir var. Hansı yaxşı səslənir? Üstü altını qıra eləyəndə. Düzdür? Hə. Ola bilər ki, istedadınız var. Musiqini qavrayarsınız. Hər hansısa formada bu musiqini səsləndirə bilərsiniz. Amma keyfiyə barmaqların düzgünlüyündən asılır. Ona görə də diqqətli olaq. Girişi bildirir ki, yəni artıq hazırlaşır ifaya. Ondan sonrakılar iki-ikidir. Aydındır? Bax. Buna göstərəndə siz diqqətli olun. Çünki növbə sizə gələndə mən sizə bunun səhvini göstərməyim. Siz artıq düzəldin ki, yəni bir-birinizdən daha çox olur. Belə öyrənmək daha gözəldir. Çünki hamı bir-birinə rəqabət olur, daha effektiv nəticə verəmək var. Bir-birimizdən yarışır. Mən keçən dərsdə dedim ki, kimdə uğurlu aranlarsa ona xüsusi bir Pərvanə xanımın aramızda gizlin olaraq anlaşmışıq ki, kim daha yaxşı olsa ona xüsusi bir sürprizlik var. Onu da hər dərsdə nəzərə alır. Yəni, kimlər artıq bu şansı əldə edəcək, o özünüzdən asılır. Bəlkə elə hamınızda daha qəşəng yolunuz, daha bir maraqlı bir iş görə bilərik, layihə görə bilərik. Yaxşı bir nəsiyyətmə uğraşdırarıq, nəsə bir şeylər edək. Bəs, yəni hər şey gizlin olaraq qalır. Aha. Bu hisler de geçtiyse
yeri var, onu da eleyebilirsek. Bu parmakla eleyebiliriz bundan. Ama burada daha asan seçin çünkü bu üstü parmağında. Bak. Artık lazım bir bak. Bunu eledik burada. Şimdi burada. Diğer hem ikinci parmakta. Bundan işimiz bitti. Birinci ikinci parmak. Tezinden yok, vurulur. Sadece perdiye dokunuruz. Yok, senin vermen için dur. Bak. Yok, alttan bir verirse. Ayrıca bir de üstten neydi bu formanın? İlk parmak eğilimlerinde kalkar. Başa tutuyor musun? Yok, bunu ileri birinci bak. Bir, iki. Tahmini bilmeyin. Parmaklar ne demektir? Parmaklar öz qaydasında olsun, hər şeyə elə bir idmansıla görsən, döyüşə çıxanda hər cür ağırqası var ki, qabaqdakı rəqib onu vurmasın. Qələbət sağlamaq üçün də eləmək lazımdır, parmaqlar düzüşlər. Belə nəsə olar? Onlar haradasa düzdür, amma ən doğrusu belə, parmaqların hər birini sağlayır. Amma olsun belə, bax. Üstü altta sarılır. Sırtın bura, alt mizrabı da burada. Bak, bir mizrabından iki ses alır. Bak, bulamazsan bak. Yok, alt mizrabdan buraya gelir. Üstte de burada, bir üst olacak, bir altta. Bak. Şimdi hemen formanı alt mizrabda. Yok, bak, parmağı sinə dokundurmaq istəyir. Ha? Yok, dokundurursan sadece. Alt mizra, bak. Ağaçsan, bu qədər hədinsən. Gözünü, ağaçını akordu səsləndə də. Biraz, şimdi ağaçının səsini kəsin, akordu. Açıkta saklanın, ne yapsın? Biraz da ses at, bak görsen bak kullanır. Görsen, bu formada sen açıkta saklanın. Böyle düz değil. Senin üzerine dokunursan ama perdeyə sokundursun. Ha, güzel. Ben de değil. Gel sen gör, gel gel. O pantolondan bağlı. Ayaktan gör. Şimdi gösterdiğim görürsen alalım.
Ama artık barmak mizrap olmaz. Bak, bak. Sonra bak. Evet. Mizrap barmağı işletmeden elzə bunu eləyək, amma tam bir yerdə var. Tam bir yerdə 3 dəqiqə, 2 dəqiqə bunu eləyək. Bir yerdə. Altında tərəfdən tutulur. Birisi barmağı. Tam bir yerdə. 3, 4. Burası. Bilimde nizam, intizam. Bir dene nizamın pozunda görürsən hamada küsur yani. Tam mənə baxsın ki, biləklər eyni qaydada işləyək. 3, 4. Mənim mizrabı məşqləyəm ki, hələ ki, bu növbəti də ifa ilə başlayaq. Hazır olaq, ancaq mizrabı məşqləyir. 6-cı pərdədən yukarı. Aha. Ne diyor? 3, 4. Görüyorsun? Bir de istersen bu konuda olsun, içeri gel. Ama da iyi gel. Bu yanında gətirmə yoluna. Görsən bax, kağızın bu tərəfində, tam orta hissəsində simit ətrafında daha aşağı yukarı bir şeylər olmaz. Mənə baxın, burasın bax. Aydın olur. 3, 4. Hissəsinə. 3, 4. Bax, mən göstərirəm, siz təkrar ediyorsunuz. Bax. Dur, üstten aşağı vur. 1, üstten, üst üstte. 1, birinde vur, 2, eyni qaydada. Bak, 1, 2, altından yukarı. Altından yukarıda böyle. Tekrar. Devam et. Gel buraya. Yirmi. Burası yumuşallar. Sizin perdeye dokunursa bu kadar basit. Başka yapalım. Şimdi sağ. Şimdi yapalım sen. Bak bir deliye.
Al. Görüyor musun? Görüyorsun bak. Niye biliyorsun bak? Ben 3 lira, 3 lira. 200 lira aldım. 200 lira bir hakkımız var. 200 lira bir hakkımız var. 600 lira nerede? Bak kulağa. 300 lira mı demek? Üstten aşağı. Bu döndüranda ne olur? Kulağa üstte düşür. Düzdü. Üstten aşağı. Üstten aşağı. Bir de 300 lira, bir de 600 lira. Bu neden az? Bir de bu neden? Burada ne var? Sen de sen öyle diyorsun. Hesabı Sahip sayılır. yok, sahip yoktur. Saz var. Her sazın bir sesi olur burada. Parmağı da gör, sazı hardan gətirimiz var işte. Biraz parmağı da güzel. Ağaç sonra. Sanki ordunun içerisinde nəsə kamper saxlayırsan da bir səsə verməni yapıyorsan. Aha, sen öyle dedin. Parmağı belə yapıyorsun. Belə olmaz. Ha? 200 lira. O. Evet. Ay sağ ol. Sen de ne yaptın? Bu logonun video görüntüsünü de çekiliş telefonlarınıza gizleyeceksiniz. Bir grupta paylaşan o derslerin mütləq şəkildə bu dərs əsasında çəkiliş eləyərək o grupda bir-birinizi atarsınız, daha qəşəng öyrənirsiniz. Hələ ki yox, indi növbəti oxumaq hissəsində biraz oxuyaraq görək. Oxuya bilərik hamımız. Kimin səsi var? Kimin səsi yoxdursa aşağı tonunda olan uşaqlarında səs biraz tonunda aşağı tonundan oxuyur. Qalanını ikinci aktavan, birinci aktavan və gətirib görək. Mən bu günlərim sənin sağlığından çox istifadə edik. Gödəklərin havasında bəzi uşaqlar məlumat mənə kimsə qoşula bilər. Gördünüz ki, kim alındıra bilirsə mənə qoşulsun. Aydındır. Qoşulur. Amma mənim ifamı korlamamaq şərtində gördünüz ki, alındır. Amma oxumasından bir yerdə 3, 4.
oxuyan hamı, bax, sən tək bir gün sən səsinə tərəfdə olsun. Həmin sözdür. Şiiri də bilmirəm, başqa şiirlər də sevmirəm. Marasızlı dağlar. Biraz ürəkdir. Bir çox adlardan da hərəsində özünə məxsus ifalar var. Biz
bizim aşıq sənətinin zənginliyi onlardan qapdır. Təbii ki, bir-birindən bəhrələnməsi var. Ona görə də aşıq sənətini incəliklərini öyrənmək üçün söz, şeir. Misal üçün, siz Aşıq Ələsgər haqqında eşitmişsiniz. Təxmini bilirsiniz, neçənci əsrdə yaşayıb. Yəni, bu yaxın dönəmin aşıqlarında həm də ən məşhur olduğu üçün sizə mümkün olaraq bu sual verir. Kim deyər, neçənci əsrə aiddir? Aşıq Ələsgər neçənci əsrə aid yaşamış, yaşayıb. Bəzən olur ki, uşaqlara mən sual verirəm, deyirəm ki, Aşıq Ələsgər harada yaşayıb, biri sözündən binədə təşkilsinə, musiqi mərkəzdə təşkilsinə. Orada deyirlər ki, binədə yaşayıb. Bəzən deyirlər deyənlər olur. Bilirsiniz, hansı ölkədən olur, hansı anadan olduğu yeri bilən var mı? Hansınız hansı bölgədənsiniz? Gərgəbə. Öyle yaxınlaşmışsınız. Şakir. Qaza. Göyçədaş. Aynen Qaza. Aşıq Ələsgər haqqında məlumatımız olur. Sən demə, sizin çox günahlarınız var. Yəni, Aşıq Ələsgəri hələ tanınırıq. Göyçə mənim, Göyçə. Akşil sərkəndində anadan olmuşdur. 19-cu əsrin 19-20-ci əsrin əvvəllərində, yəni ki, 1821-ci ildə anadan olub, 1921-ci ildə vəfat edib. Yəni, təxmini 126 ildir. O qaynaqlarda bir-iki neçə təsvir olur ki, 26 illər, bəzi qaynaqlarda dəqiq deyil. Amma Aşıq Ələsgər Qurbani neçənci əsrdə bilirsiniz mi, onu yoxsa yox? Təxmin edər. Ümumiyyətlə, tarix oxuyursunuz, orta məktəbdə tarix keçirlər. Məndə tarixlər biraz yadımdan çıxır əsasən. Yaddaşda qalır. Yəni, bax, çalışaq ki, iki dövründə təbii ki, hər şey